Salam, hörmətli abituriyentlər. Mən bugün sizə təzə time test toplusundan ümumi biologiya sınaq 2-dən sual 9-un izahını vermək istəyirəm. 3 saat ərzində 5 kvadrat metr yaşıl yarpaq sahəsinə düşən günəş enerjisinin miqdarını hesablayın. Əvvəlcə nə qədər karbohidrat əmələ gəlir, bunu bilməliyik. 3 saatı vururuq 5 kvadrat metrə, tapırıq ki 15 qram karbohidrat əmələ gəlir. Və biz bu karbohidratdan alınan enerjini hesablamalıyıq. Bilirik ki 1 qram karbohidrat parçalandığı zaman 17,6 kilojoule enerji ayrılır. Bu zaman 15'i vururuq 17,6'ya, tapırıq ki 264 kilojoule enerji var. Və bildiyimiz kimi bitkilər də günəş enerjisinin 100% düşürsə, onun sadəcə olaraq 1%-dən istifadə eləyir. Bunun üçün günəş enerjisini tapmaq üçün mövcud enerjini 264'ü vururuq 100'ə. Bu da olur 26.400 kilojoule enerji. Düzgün cavabımız olur A variantı.